Hörmətli izləyicilər, biz hal-hazırda Səbail rayonu Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsindəyik. Gördüyünüz bu ərazidə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yolun hərəkət istiqamətini avtomobillər belə parkinq edərək tıxac yaradırlar. Çəkiliş zamanı biz də şahidi olduq ki, Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi ilə Göyüş Qarayev küçələrində günün istənilən vaxtı yolun hər iki hissəsini zəbt edən avtomobillər böyük tıxac yaradır. Bu vəziyyət isə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur. Burada çox dəhşət dərəcədə tıxaclar olur. Yəni gediş-gəlişli maneçilik olur. Çox söhbətlər olur. Belə bir əncam çəkilsin də bura xahiş edirik. Bir dayanma durma işarəsi qoyulsun. Ya ki bir yol olsun. Həm gediş, həm gəlişli. Bir yol eləsələr, dayanma durma işarəsi qoysalar, nəsə bir kameramı, ya bir nəsə bir tədbirlər görsələr, bizim üçün çox yaxşı olar. Dəhşətli tıxac olur burada. Mümkün deyil buradan keçmək. Maşınlar saxlayır, marketə girən maşınlar. Ümumiyyətlə burada hamısı bu evin binanın sakinləri saxlayırlar. Burada nə avtobus keçə bilir, indi avtobus keçir. Bir dənə burada maşın gəlsin, baxın, bir dənə problem odur ki, maşınlar keçə bilmir. Dəhşət burada probka olur da, yəni problemimiz budur. Xahiş edirik bu məsələ haqqında ciddi tədbir görülsün də. Avtomobillərin burada parkinq eləməyi əsasında belə tıxac yaranır. Bəli, burada dayanma durma nişanı da var. Burada saxlayırlar maşınlar axşam vaxtı, pik vaxtları, pik saat vaxtlarında. Buradan mümkün deyil keçmək. Bir dənə tıxac olur burada ki, gəlin görəsən. Bu gedir, tıxac haraca uzanır. Yəni burada təcil tibbi yardım var, yanğın söndürən var. Yəni ki, bunlar heç biri keçə bilmirlər buradan. Problemimiz odur. Xahiş edirik ki, aynə gəlsin, bura kamera qoysun. Yekə avtobusu, Bakubasın avtobusu. Oradan dönə bilmir. Maşınlar orada maneçilik edir. O sağ-sol da saxlayırlar. Vəbşə mümkün olmur keçmək. Bununla bağlı harasa müraciət etmişsinizmi? Biz aynaya dəfələrlə müraciət etmişik. Yazılı şikayət yazmışıq. Burada tıxaclar var. 2 dənə pensioner adamıq. Uşaqlarımız tıxaca görə gəlib bizi yoxlaya bilmirlər. Və salam tənə deyim. Təcili yardım çağıranda da vaxtında gəlib çatmır. Tıxacın səbəbi nədir? Bu evlər tikildi, gətirib qoyurlar, gedirlər. Avtomobil, tıxacı bunu bağlayırlar, bağlayırlar. Ancaq bu ev tikildirsə, qutarı getdi. Ümid edirik ki, qeyd etdiyimiz ünvanlarda qanunsuz parklanma səbəbindən baş verən tıxacların qarşısının alınması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hərəkətə keçərək əhalinin narazılığına səbəb olan qanunsuz parklanmanın qarşısını almaqla qanuna müvafiq addımlar atacaqlar.